Siz Allah buna baxın da. Bu tam biabırçılıqdır. Gəlmişəm bunun arxanasına. Bu tək gözümlə gördüklərimə özüm də inana bilmədim. İndi sizə də göstərəcəm. Baxın buradakı vəziyyətə. Deməli, YouTube-a girirsən, bu adam arıçılıqdan danışır. TikTok-a girirsən, bu adam arıçılıqdan danışır. Özü də elə danışır ki, elə bil arıçılığın kitabını bu yazıb. Bunun arxanasına baxın. Bilmək olmur, idman zalıdımı, bençinə zadına bax bunun. Arıxanadımı, nədir bu? Özünün də cəmi 6 dənə arısı var. Cəmaatın arısı mərtəbəyə çıxır, veçiyə hazırlaşır. Bunun arıları hələ yerindən hindi durub gərnəşməyə başlayıbdır. Hələ bunlar üçün mövsüm indi başlayır. Bax, bu adam nə haqla çıxıb, ağız dolusu yekə-yekə arıçılıqdan danışır, cəmaata dərs deyir. Mən arıçıyam deyir. Baxın, mən deyiləm sizsiz. Belirlərinə nə ad vermiyorlar? Grabiti, tüfeyli. Gəl də, gəl. Niyə qıraqdı durmuşsan? Qorxursan ki, cəmaat səni tanıyar. Gəl görsünlər də səni. Körüyü böyük məmnuniyyətlə təpənə çırpardım. Amma körüyə hifim gəlir. Fitillə buradan. Fitillə. Siz buna fikir verməyin möhtərəmlər. Bu 25 ildir mənim içimdə yaşayır. Mənlə mübahisə eləyir. Mənlə mübarizə aparır. Açığı dostumdurmu, düşmənindimi, heç onu da bilmirəm. Bəzən haqlı tərəflər də olur. Arıçılıqla bağlı, arxanla bağlı onun dediklərinə çox da fikir verməyin. Haqlı tərəfi odur ki, bəli, cəmaatın arısı artıq beşiyə çıxır, mərtəbəyə qalxır. Aprel ayının biridir. Aprel ayının biri 2025-ci il. Mənim arılarım hələ indi başlayırlar yerindən tərpənib işləməyə. Öz xoşlarına belirləyirlər. Yəni mən onları nə ləngitməmişəm, nə də onlara təşviq eləməmişəm ki, haydi başlayın. 6 dənə zəif bölməm var idi. Onlardan ikisi yaza çıxmadı. Həyat. Ölüm də həyatın gerçəyidir. Xilas edə bilərdim ölənləri? Bəli. Qışın ortasında müdaxilə eləsəydim, eləyə bilərdim. Mən biraz başqa stil arıçılıq eləyirəm. Daha doğrusu arıçılıq eləməyə heç vaxtım da yoxdur. Amma şərtlər məni arıçılıqdan ayrılmağa da qoymur. İdman zalı məsələsinə gəldikdə, yaxın gələcəkdə sağlam həyat, arıçılıq, idman və bu kimi mövzularla bağlı çox maraqlı bir proyektimiz olacaq. Bizi YouTube'dan və TikTok'dan izləməyə davam edin. Əgər sizin üçün də bu mövzular maraqlıdırsa. Aprelin 1-i mən işə başlayıram və bu prosesi də ayrıntıları ilə çəkib sizinlə bölüşməyə çalışacağım. Görək, qışdan yaza 2 çərçivə ilə, 3 çərçivə ilə çıxıb aprelin 1-də işə başlamış arıları hara qədər irəlilətmək olur, nəticəsi nə olacaq sizinlə də bölüşəcəm. Bizi izləməyə davam edin.